başa düşün. Bunu başa düşün. Nədir məsələ? Allah istəmir də biz çətinlik çəkəklə. Sual yaranır ki, istəmir eləməsin də. Məsələ burasındadır ki, bunu çox adam başa düşür. Məsələ burasındadır ki, cənnət elə bir yerdir ki, çətinlikdən keçmədən ora daxil olmaq istedadı səndə olmur. Yoxsa Allah razı deyilsən, bir saniyə əziyyət çəkəsən. Allahın əlində deyil, xeyr Allahın əlində deyil. Sən zaten belə varlıqsan ki, dünya adlı çətinlik, belə deyim, məkanı, yurdundan keçmədən ora girmək istedadı səndə yaranmır. Səni cənnətdə yarada bilməzdir. Allahın gücü çatmır, xeyr, sənin qabiliyyətin yoxdur. Məsələn, bir dərziyə deyəsən ki, gəl bu daşdan mənə paltar dik. Deyir, mən bacarmıram. Deyirsən, dərzinin qabiliyyəti yoxdur. Deyirsən, daşın paltar olmaq qabiliyyəti yoxdur. Sənin cənnətə getmək qabiliyyətin yoxdur deyə sən çətinlik yurduna gəlmirsən və Allah bu çətinliyə qətiyyən razı deyil, naçardır səni burada yaradır. Naçardır, başqa yol yoxdur. Qayda belədir. Bu zati qaydadır, sonradan düzəlmə qayda deyil. Sən buradan keçməlisən.